Bəli, əziz dostlar, mən hazırda Bakıdayam və məndən arxada gördüyünüz kimi Nizami Kino Mərkəzinin qarşısında möhtəşəm bir baner asılıb. Bu Cənnətin İqamətgahı filminin baneridir. Ümumiyyətlə, Ordubad səfərindən sonra Ordubadı Bakıda hiss etmək başqa bir möhtəşəm hissdir. Nəzərə alaq ki, bu bizim bir neçə aylıq əməyimizin bəhrəsidir və onun bax belə bir simvolik demək əksi bax buradadır. 3 oktyabr demək Bakıda Nizami Kino Mərkəzində Cənnətin İqamətgahı filminin premyerası olacaq. Amma yerli premyera statusu Ordubada məxsusdur. Çünki biz sentyabrın 17-si saat 16-da Ordubadda bu filmin nümayişini təşkil edəcəyik. Coğrafiyamız çox böyükdür, onu da mən sizə deməliyəm. Amma təbii ki, ara sıra biz bu məlumatları paylaşacağıq. Burada isə məhz banerin burada asılması isə bir daha xatırladıram ki, Bakı premyerasına baş tutacağına dəlalət edir. Bəli, biz Ordubad haqqında çəkdiyimiz bu filmi dünyaya aparacağıq. Sadəcə onun xeyir duası Ordubadda olacaq 17-sində və oktyabrın 3-də Bakıda, daha sonra isə marşrutumuz müxtəlif paytaxtlarda davam edəcək.